Müəllimin işığı ucsuz-bucaqsız dağların ətəyində, torpağın hər qarışı, hər daşında nəsillərin izlərini və əcdadların sirlərini özündə cəmləşdirən Günəşliyə adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları, meşələrin sükut dolu kölgələri, axan çayın sakit şırıltısı və tarlalarda yayılan zəhmətin qoxusu insanlara həyatın əsl mənasını xatırladırdı. Hər səhər dağların zirvələrindən süzülən günəş şüaları kəndin evlərinin pəncərələrindən içəri dolub, sanki hər küncdə insan qəlbində yatan sevginin mərhəməti və sarsılmaz inamı canlandırırdı. Bu kənddə evə yalnız bir tikiliyən daş və kərpicdən ibarət binalara aid deyildi, o, insanın qəlbində, ailəsində və ənənələrində yaşayan dərin dəyərlərin, sarsılmaz bağlılığın və mənəvi zənginliyin simvoluna çevrilmişdi. Kəndin sakinləri, əcdadlarının izlərini daşıyan, keçmişin acı şirin hekayələrini xatırlayaraq, gələcək üçün ümid dolu addımlar atırdılar. Lakin həyatın bu səmimi aləminə yeni üfüqlər açan, dərin mənalı və sarsılmaz inamla dolu bir şəxsiyyət də var idi. Müəllim Məhəmməd müəllim. Məhəmməd müəllim, kəndin ən hörmətli və ağıllı insanlarından biri, uşaqlıqdan bəri insanlara həyatın ən dərin sirlərini, əcdadların öyrətdiyi hikməti və insan ruhunun sarsılmaz gücünü öyrətmişdi. O, gənclərə yalnız məktəb dərslərini deyil, həm də həyatda necə yaşamaq, necə sevmək, necə mərhəmətlə, ədalətlə yaşamaq lazım olduğunu da dərin bir səmimiyyətlə izah edirdi. Məhəmməd müəllimin dərs otağı, kəndin ən sərin, ən işıqlı məkanlarından biri idi. Köhnə taxta stollar, dəftərlərlə dolu qutular və dərs kitablarının bir-birinə qarışan qoxusu, uşaqlara sanki hər bir kəlmənin, hər bir cümlənin ömür boyu davam edəcək dərin mənasını çatdırırdı. Məhəmməd müəllim uşaqlarına sadəcə oxumağı, yazmağı və hesablamaları öyrətmirdi. O, onlara həyatın hər anında, həm acı, həm şirin, həm də kədər və ümidin sarsılmaz gücünü aşılamaq istəyirdi. Hər gün dərs otağının pəncərəsindən süzülən günəş işığı, taxtaya yazılmış dərslərin yanında, uşaqların gözlərində parıldayan ümid və sarsılmaz inamı nümayiş etdirirdi. O deyirdi, əziz övladlarım, hər birinizin qəlbində doğan o sarsılmaz işıq, bilik, sevgi və mərhəmət sizin ən böyük sərvətinizdir. Həyatın çətinlikləri, itkilər və acılar sizi zəiflətməsin, çünki hər bir acı, hər bir kədər sizə əsl gücünüzü, içinizdəki dərin mənəvi zənginliyi ortaya çıxaracaq. Kənddəki uşaqlar arasında Məhəmməd müəllimin dərsləri böyük nüfuz qazandı. Onlardan biri olan İsmail, məktəbdə ən çalışqan, ən səmimi və ən həvəsli uşaq idi. İsmailin gözlərində müəllimin hər bir sözü, hər bir dərsi sanki ilahi bir nur kimi parıldayır, ona həyatın ən dərin sirlərinin, ümid dolu gələcəyin işığını göstərirdi. O, müəllimin dərslərində yalnız elmi bilikləri deyil, həm də insanın qəlbindəki sarsılmaz sevgi və mərhəməti, ədaləti və inamı öyrənirdi. İsmail, kəndin dar daş yollarında, tarlalarda və meşələrdə gəzərkən müəllimin ona öyrətdiyi sözləri, həyatın hər anı bir dərsdir deyə qəlbində daşıyırdı. Bir gün məktəbdə keçirilən dərsdə Məhəmməd müəllim uşaqlara tarixi, ədəbiyyatı, fəlsəfəni və ən əsası, həyatın mənasını izah edərkən pəncərədən süzülən günəş şüaları otağı işıqlandırırdı. O, böyük səmimiyyətlə belə deyirdi, əzizlərim, hər birinizin qəlbində doğan sarsılmaz güc, sevgi, mərhəmət, ədalət və inam, sizin ən böyük sərvətinizdir. Həyatın hər bir çətinliyi, hər itki, hər acı sizə öz içinizdə olan əsl gücü aşılamaq üçün var. Unutmayın ki, maddi zənginlik keçicidir, amma qəlbinizdə yanan bu işıq sizə ömür boyu yön göstərəcək. Uşaqların arasında bu sözlər böyük təsir yaratsa da, kənddə böyüyən gənclər arasında da müəllimin dərsləri dərin izlər buraxırdı. Məhəmməd müəllim yalnız məktəbdə, otağın divarlarında yazılmış dərs kitablarında deyil, həm də kəndin kənarındakı dar daş yollarında, axan çayın sırıltısında, meşələrin hüzur dolu kölgəsində öz təsirini göstərirdi. Kəndin böyük evlərindən birində, köhnə mədrəsə binasının yanında yerləşən, nəsillərin xatirələrini daşıyan o köhnə otaqda müəllimin səsi və fikirləri hər kəsin qəlbində dərin bir ümid işığı yaradırdı. İllər keçdikcə İsmailin da, digər gənclərin də həyatı dəyişdi. Onlar böyük şəhərlərə gedərək müxtəlif təhsil və iş imkanlarını araşdırdılar, lakin içlərində hər zaman Məhəmməd müəllimin öyrətdiyi sarsılmaz dəyərlərin, əsl gücün, sevgi, mərhəmət, ədalət və inamın izlərini daşıdılar. Şəhərin parlaq işıqları, sürətli həyatı və maddi zənginliyi onları bir anlıq cazibədar etsə də, onlar tezliklə anladılar ki, əsl zənginlik yalnız qəlbdə, ailədə və ənənələrdədir. Onlar kəndin səmimi havasını, müəllimin sözlərini və keçmişin dərin xatirələrini ürəklərində daşıyaraq, həyatda hər bir çətinliyi sevgi və inamla aşmaq, sarsılmaz gücü tapmaq üçün geri qayıtdılar. Bir gün İsmail kəndə tam qayıtdı.
O, böyük şəhərin soyuq reallıqları altında özünü itirmiş, maddi zənginliklərlə dolu olsa da, ruhunun sarsılmaz inamını və mənəvi zənginliyini itirmişdi. Ancaq geri qayıtdıqda, o, kəndin dardaş yollarında, axan çayın sırıltısında, meşələrin hüzur dolu kölgəsində Məhəmməd müəllimin səmimi dərslərinin və Nigar xanımın, ailəsinin sevgi dolu qucağının hələ də orada olduğunu gördü. O, illərin acı və şirin xatirələrini, keçmişin dərslərini və gələcəyin ümidini yenidən canlandırdı. Kənd meydanında toplanan insanlar İsmailin qayıdışını böyük bir sevinç və səmimiyyətlə qarşıladılar. Hər kəs müəllimin səmimi sözlərini, keçmişin acı dərslərini və qəlbdə yanan sarsılmaz inamın parıltısını xatırlayırdı. Məclisdə Əli bəy səmimi və dərin səsi ilə belə dedi: "Əziz övladlarım, hər kəs bilsin ki, həyatın ən böyük gücü maddi zənginlikdən çox qəlbdə, ailədə və ənənələrimizdə yaşayan sarsılmaz sevgi, mərhəmət və inamdır. Hər biriniz bu evin, bu kəndin bir parçasısınız və keçmişin acı dərslərindən aldığınız hər təcrübə gələcəyin parlaq ümid işığını doğurur." Bu sözlər İsmailin və digər gənclərin qəlbində dərin rezonans yaratdı. Onlar şəhərin parlaq işıqlarında, sürətli həyatın səs-küyündə itirdikləri əsl dəyərləri, kəndin dardaş yollarında, axan çayın sırıltısında və Məhəmməd müəllimin səmimi dərslərində yenidən tapdılar. Onlar anladılar ki, əsl güc insanın içindəki sarsılmaz sevgi və inamdır. Hər bir itki, hər bir acı, hər bir məğlubiyyət əslində insanı daha da böyüdür, ona yeni ümidlər bəxş edir. İsmail kəndə qayıtdıqdan sonra müəllim kimi gənclərə öz təcrübələrini, həyatda əldə etdiyi mənəvi zənginliyi və sarsılmaz inamı öyrətməyə başladı. O, uşaqlara yalnız kitabların, dərs kitablarının öyrətdiyi bilikləri deyil, həm də həyatın hər anının, acı ilə şirin, kədər ilə ümidin, necə dəyərləndirmək və onun içində gizlənən sarsılmaz gücü tapmaq lazım olduğunu öyrətdi. O deyirdi: "Əziz dostlarım, həyatın hər dərsi, hər acısı bizə öyrədir ki, əsl zənginlik yalnız maddi varlıqlarda deyil, qəlbimizdə, ailəmizdə və ənənələrimizdə gizlidir. Keçmişin acı dərslərindən aldığımız hər təcrübə gələcəyin parlaq səhərlərini qurmaq üçün bir zəmin yaradır. Biz bu dərin dərsləri ürəklərimizdə daşıdıqca hər çətinliyi sevgi və inamla aşarıq." Kəndin bütün sakinləri İsmailin sözlərindən ilham alaraq hər çətinliklə üz-üzə gəldikcə öz içlərindəki sarsılmaz gücü tapmağa başladılar. Hər səhər dağlardan süzülən günəş şüaları, axan çayın sırıltısı, meşələrin hüzur dolu kölgəsi və evlərin pəncərələrindən içəri düşən isti işıq insanlara öyrətdi ki, həyatın hər anı, nə qədər çətin olsa da, özündə bir dərs, bir ümid, bir güc daşıyır. Beləliklə, gələcəyin umudu adını verdiyimiz bu dastan yalnız maddi zənginliklə ölçülməyən, insanın qəlbində, ailəsində və ənənələrində yaşayan sarsılmaz sevgi, mərhəmət və inamın, keçmişin acı dərsləri və gələcəyin parlaq ümid işığının təcəssümü kimi nəsillərin qəlbində, hər evin divarında və kəndin dardaş yollarında əbədi olaraq yaşayırdı. Hər kəs bu dastanı ürəklərində daşıyaraq həyatın ən çətin anlarının, acı ilə şirin, kədər ilə ümidin, sarsılmaz inam və sevgi ilə qarşılamağı öyrəndi və bu dərin dərsləri gələcək nəsillərə miras qoydu. Beləliklə, müəllimin işığı və gələcəyin umudu ən sarsılmaz dəyərləri arasında İsmailin, kəndin və bütün sakinlərin bir araya gəldiyi bu hekayə insanın zəifliklərini aşan, hər məğlubiyyətdən sonra doğan yeni ümid və gücü ortaya qoyan, Tolstoyun geniş ürəklə yazdığı kimi nəsillərin qəlbində, hər evin divarında və kəndin dardaş yollarında əbədi olaraq yaşadı. Hər kəs bu hekayəni ürəklərində daşıyaraq həyatın hər anının, acı ilə şirin, kədər ilə ümidin, sarsılmaz inam və sevgi ilə qarşılamağı öyrəndi və bu dərin dərsləri öz ömürlərinə tətbiq edərək gələcəyin parlaq səhərlərini qurdu.